Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı işğal etmişlər. Bir dəfə tarix dərsi müəllim şakalasından onun tarifi keçmişindən danışırdı. Müəllim danışdıkca mübariz düşünürdü. Görürsən ermənilər Şuşanı necə işğal ediblər? Artıq şu onlardadır. Yox, mən buna dözə bilmərəm. Əgər Şuşanı düşmənlərdən vaxtında azad etməsək, İsa bulağından su içməyəcək, daşaltı sayında çinməyəcək, Şuşanı görməyəcək, cızır düzündə at çapmayacaq. Belə düşündükcə mübarizin ürəyi düşmənə intiqam hissi ilə doldu.